uşaqlara gəlmişəm. Bu yerdə, bu məkanda mənə çox bura gəldikdə həm həyəcanlı, həm sevincli. Nəyə görə? Burada mən ikinci ömrümü yaşamışam. Ki, mənim döyüşdüyüm, yaralandığım bu yerdir. Mənim burada ermənilərlə döyüşüb yaralandığım yerdir. Həmən hadisəni danışmaq istəyirəm. Məsələn, 1993-cü ilin avqust ayının 14-dən 15-nə keçən gecə. Həmən gün elə bir yaşandı ki, yaddan çıxmayan, ömrü boyu bizim həyatımızda yaşanan bir gün oldu. Gecə səhərə, 15-nə keçən səhərə hələ tam açılmamışdı hava. Qaranlıqlı idi. İnsan hansısa bir metrdə özünü seçə bilmirdi. O vaxtı başladı atışma. Ermənilər bizim mühasirə almışdılar. Burada bizdə iki post var idi. Biri Armud postu deyirdilər məndən arxada. Bir dənə də Armud postu yolun o üzündədir. Bir dənə də Qəbirstanın postu vardı. İki posta dayanırdıq. Bu ev isə 2 mərtəbəli ev idi. Ermənidən qalmış evidir bu ev. İndi uçub dağılıbdır. Hava nişanələri var. Yəni izah eləmək olacaq. Bizim postlardan istirahət elədiyimiz yer buruydu. Postdan çıxanda gəlib burada istirahət edir. Bu da 2 mərtəbəli evdir. O da 2 hissədən ibarət idi. Qəbirstanın postunda duranlar depoçulardı, batalyon uşaqlardı. Onlar evin ikinci hissəsinə qaldı. Biz Sarcalı'da topçular birinci hissədə qalırdı. Həmən gün biz ayıldıq səsə, yəni atışmaya ayıldıq. Depoçulardan erişən olan vardı. Girdi içəri, bəs ermənilər bizi mühasirə alıb. Biz çıxdı çölə. Çıxanda çölə elə bir ki, güllə yağış kimi yağırdı da. Heç hansı tərəfdən atırlar bilinmirdi. Hər tərəfdən atırdılar da. Bütün ətrafımızdan atırdılar. Biz erməni qarşı tərəfdən gözləməkdən, erməni gecikcə gəlib bizi mühasirə alırlar. Arxamızda, Məzrə tərəfdən vururdular bizi. Məzrə tərəfdən özə bir neçə yüksəklikdə oturub, Məzrə tərəfdən vururdular. O gün çıxdıq, hardasa biz 4-5 nəfər istirahət otağındaydı. Yay olduğuna görə avqust ayıydı. Uşaqlar postdan çıxanda elə çöldə bayırda uzanırdı. Hamı gəlmirdi o istirahət yeri. Biz çıxdıq 3 nəfər, baxdı ki, uşaqlar atışır, amma Armud postunda elə bir ki, atışma azalıb, dedi, yəqin snaryadları qutarıb. Yusuf vardı, dağ xələhlidən Yusuf. O dedi ki, mən snaryad apardım. Gəldi bir paçka snaryad götdü. Qalxanda topda orada durmuşdu, üstə postda, Armud postunda. Snaryada aparanda onu yolda vurdular. Tam axıra kimi çıxa bilmədi Yusuf. Yusuf yıxıldı, gəldi burada dayana. Yusufu götdü ki, yanından vurublar. Güllü ilə, qolundan keçib, dəyib sağ tərəfindən qan axır. Götü Yusufu sarıdıq, qoyduq ikinci mərtəbə. Hardiki istirahət edib. Biz də başladıq burada atışmağa. İstədik ki, atışa mühasirədən çıxaq. Amma mühasirədən çıxmaq alınmadı. Nəyə görə? Demək olar ki, hansı tərəfə yön alırdıqsa, o tərəfdən qabağımızı kəsirdilər. Bizi hər tərəfdən əhatəyə almışdılar. Hardasa bir minval atışdıq, hava işıqlandı. İşıqlaşanda qaçmaq da mümkün olmadı. Atışan vaxtı bir nəfər mühasirədən çıxdı, Elşən. Zefoçuların komandiri idi, Elşən. İndi bəlkə də baxsaydı, görürsək bilər deyər. Onu mühasirədən çıxartmaq istədik, onu da yolda vurdular. O da elə bir ki, qabaqdan dəyib, güllə arxadan çıxmışdı. Onu Mərcanlı'da banisada gördüm sonra. O da yaralanmışdı, amma yıxılmadı. O qalmadı. Daşbaşı üz aşağı Məzriyə səri qaçdı, o getdi. Ondan sonra biz tam çıxışa ümid eləyə bilmədik ki, mühasirədən çıxa bilməyəcək. Qalmışdıq 3 nəfər, 2 nəfər də Cəbrail'lə, həmçinin verən oğlan vardı, o 5 nəfər. Yusufu da sarıyıq qoymuşduq ikinci mərtəbəyə. Demək, gördük ki, kalço sıxılır da, elə ki, bunlar atışa bizi sıxırlar. Gördük ki, harca 1 saatda keçərdi, gördük ki, postlarda atışma dayandı. Həm Armud postunda, həm Qəbirstanlıq postunda. Biz buradan görürük Qəbirstanlıqda ermənilər girir posta. Yəni atışırıq, hamba bizi də vururlar da, qalmağa imkan vermirlər. Bizim də sadəcə gizlənmək yerimiz bu evidir. İkinci mərtəbədə gizlənmədik ki, oranı da vurdular. Vururlar da, qrantometlə vururlar. Nəysə, axırıncı demək gəldik, biz yavaş-yavaş burada yaşlı olanlar bilər, gəlib görənlər.
Bura eləyir ki, iki mərtəbə idi. İki mərtəbənin də qabağında indi bura uçub dağılıb. Buradan belə aynəbəndir də, qabaq elə bir ki, bu da aynəbəndidir. Bura hündür, buradan gidilir. Burada elə ki, taxtadan şey qoymuşdular, taxtadan pləkə. Yani ora evlidir daha ikinci mərhələ. Ama bura girildin aynəbəndə, taxtadan aynəbəndidir. Böyle eyni kətlərdə bizimki aynəbətlərdə. Buradan taxtanın üstündən çıxırdıq, girildik aynəbədə, aynəbətdən girildik yerə. Yani biz de gördük kasos sıxılır, bizi yavaş yavaş sıxdılar yerə. Üçümüzce burduyuq, Cəbrayil ilə o biri olanda o tərəfdən şey dedilər. O yüzden elə bir şey atışırdılar. Bizdə mən nə qədər çalışıram ki, girəm, padvala girək ki, bizi padvalda vura bilməsinlər. O zaman padvalı demək, bura dediyim kimi, bura qrup daşıdır, burada da yemək atıyor. Buradan girip padvala giriş vardı, amma oradan bir tane balaca zabor vardı. İmkan vermirdilər ki, buradan padvala girək. Yani buradan padvala çıxmaq istəyəndə oradan aşağıdan vururdu. O vururdu. Gecə trasır şeydən vururlar, yana gəlir də. Burada daşlıqdır. İşte uzanıp buradan vururuz da. Biri aşağıdan mən atıram, uzağından o atır vurur. Axırı qalxandan vurdu, güllərin biri elə ki dəydi. Bir fara sönən vaxtı gəldi, girdi gözümə. Ne? Özüm padvala girə bilmədik. Girə bilməyəndə mecbur burada uzandım. Ben demek buradan üzümü yana uzanmışam. Ermeniler biz o kadar yakınlaştı, sıktı ki bak 5-6'sı bura tine uzanmıştı. Buradan vururdu. Biz başımızı kaldırabilmirik. Bak bu tepeden. Bak 5-6'sı bura uzanmıştı. Oradaki da buradan fırlandı geldiler. Bak evin bu tinine. Bak o tinde. Ermeni ikisi orada durmuştu. Bak o evin o tininde indi evi öldürdü. Biz de burada uzanmıştık. Ya Allah. Elinde tutarlar. Bu Ermeni gördüm ki bir Rusiyanla danışır. Rus dilində hamısı da danışır, Rus dilində gedir. Gördüm ki ona deyirlər ki, hamda üzrə səsdə danışırdılar Rusiyayla. Gördüm o danışdıran deyir ki, ne oldu, kurtarmadı operasyonu, Rus dilində deyir. Şimdi закончил операцию. O da deyir ki, пару турк остались. Уже заканчиваем операцию. Demek o orada durur. Bunlar buradan vurur. Ben böyle uzanmışam. Üstten de şey gelir de freken. İçine biri oradan uzanır mezarı olan. O imişli olan da buradan uzanır. O atlar yadımda değil. Demek yüce göğrü tuturlar da axırıncı mamiyetdir. Hərəmizdə iki giliz qoymuş, iki ad deyilmiş də. İşte patron qutardı, axırıncı özü vurası. İndi deyirik tutulmaqda istəmir yaxı. Tutdular, yani tutulmaqdansa ölmək ondan yaxşı. İndi deyirik gəlin özümüzü vuraq. Əl gəlmir axı özünüzü vurasa. Şimdi o oğlan uzanır, deyirəm ki, gel şey deyək, avtomatı deyək bir-birimizə, 1-2-3 deyək vıraq. Kim öldü, sonra da o birisi vırsın o birisi. Neyse, sonra dedim, onsuz da